40 günlük vətən məhabəti şanlı tariximizdir. Azərbaycan xalq bütün gününü sərba edib cümlə kimi birləşən seçməni dağılma torpaqlarımızdan qovdu. Bütün Azərbaycan xalqı birlik iradə göstərmişdir. Bəli, qəhrəman əsgər və zabitələrimizin fədakarlığı qəhrəmanlığın sayəsində biz azad edilmiş torpaqlardan qurub yaşayaraq, şəhərlərimiz, kəndlərimiz bərpa edirik və həm də şanlı zəfərimizlə fəxr edirik. İşğalçı ermənilərin önlükləri boyu vurduğu yaraları sağaltmaq, Qarabağı işğaldan əvvəlki yerə sağlarına qaytarmaq üçün indi Azərbaycan dövləti və xalqı böyük işlər görür. Düşməndən təmizlənən torpaqlardan bərpa quruculuq işlərinə başlanılıb, artıq bu istiqamətində uğurlu nəticələr əldə olunub. Bu gün düşmədən azad edilən torpaqlarda minnətimiz və əməliyyatları ilə paralel olaraq əsas infrastrukturluq layihələri sürətlə yararlaşdırılır. Ərazinin elektrik təchizatı tədbirlərlə həyata keçirilir. Dövlət başçısının tapşırığına əsasən ötən il november ayının 16-sında təməli qoyulmuş və uzunluğu 101 kilometr təşkil edən müdafiə yolu Qarabağ inkişafı planından nəzərə alınmaqla ikinci texniki dərəcəyə uyğun inşa edilir. Azərbaycan ordusunun Vətən müharibəsində İzmirdən çox meşəlik məntəqəsini bilavasitə döyüş meydanında işğaldan azad etdi. Noyabrın 8-də Şükənin ertəsi günü isə 70-dən artıq yaşayış məntəqəsinin işğaldan azad edilməsindən sonra düşmən onun üçün kapitülyasiya aktı sayılan ilk tərəfi bəyanatı imzalamaq məcburiyyətindədir. Qazanılan şanlı qələbəmizi dəyərləndirən Prezident İlham Əliyev müzəffər xalqı kimi gəldik. Danışıqlar yolu ilə yox, Ermənistan tərəfindən edilə biləcək hansısa sözcüzət nəticəsində yox, döyüş meydanında qan tökərək, şəhidlər verərək fədakarlıq göstərərək gəldik. Evet, ərazi bu.